Dəri təmasdır, dəri müdafiədir. Dəri biz hələ mayalanandan bizim daxili yaddaşımızdır. Və əgər bizim hər hansı bir təmasa ehtiyacımız açıq qalırsa və yaxud hər hansı bir təmasa biz məcburi sövq ediliriksə, o zaman dərimizdə problem yarana bilər. Sizə kimsə toxunanda necə hiss edirsiniz? Baxır kim toxunur və baxır bədənin hansı istiqamətinə toxunur. Bəzi insanların toxunuşu bizə xoş olacaq, bəzi insanlarınkındansa biz qaçacağıq. Və əgər uşaqlıqda hər hansı bir uşağın ana təmasına ehtiyacı dolmayıbsa və yaxud insan hər hansı bir təcavüzlə, tacizlə qarşılaşıbsa, o zaman həmən zamanda olmasa bir neçə müddətdən sonra dəridə müəyyən problemlər yarana bilər. Çünki dəri heç vaxt heç nəyi unutmur və lazımi şərait imkan verdikdə o həmən o yaddaşı xəstəlik vasitəsilə ortaya çıxarır.